Allah'ın lütfu ilə bugün 26 yanvar 2026-cı il tarixində Qəzza zolağının şimalında didərgin düşmüş ailələr üçün 6 ədəd çadırın quraşdırılmasını həyata keçiririk. Bu xeyirxah layihə Əl-Baraka Fondu və Həbib Yəhyayev qardaşımızın dəyərli ianəsi ilə reallaşdırılır. Uca Allahdan Fələstin xalqına göstərilən bu davamlı dəstəyi qəbul etməsini diləyirik. Allah sizdən razı olsun. Əl-Baraka Fondu hər birinizə təşəkkür edir. Sığınacağa ehtiyac olan ailələrə bu çadırları təqdim etdikləri üçün Əl-Baraka Fonduna və Həbib Yəhyayevə dərin təşəkkürümüzü bildiririk. Allah onlardan razı olsun. Amin.